Oba, bugün ne inirik? Bugün yenilikçilik. Devrim. Devrim. Tabii ki de devrim ama. Aha, bunu atsam. Tamam. Bugün yepyeni bir kasıp tortu. Bak buna kasıp tortu deyirlər. Kasıp tortu videosuna hamınız hoş geldiniz. Yani kısacası kasıp tortu pişirirəm. Malzemelerimiz pişmiş süt, qaymaq. Çeynik petibör olsa əla olar. Petibörlə daha yaxşı alınır, test edilib, yoxlanılır və bu sonuçlar əsasında danışılır. Deməli, qramaj verməyəcəm. Nə qədər bişmiş süt alırsınızsa, o qədər qaymaq alın. Nə qədər qaymaq alırsınızsa, o qədər bişmiş süt alın. O harca uyğun da petibör alın. Yəni bunun heç bir şeyi yoxdur burada. Burada bu ən asandır. Şimdi nə edirik? Öncəliklə şu qaymaqla bişmiş sütü qarışdırırıq. Hemen karıştırıp geldim. Ha budur beyler. Gördüğünüz gibi harcımız hazırdır. Harcı şimdi buradan karıştıracağım abi. Böyle karıştıracağım arkadaş. Yani bunun basit ya. Çok basit arkadaşlar. Bunun böyle çok zorlamanın bir adı manası yok. Yani karıştıracaksınız. Sonra da petibörle direkt bunu harcayıp geleceksiniz arkadaşlar. Ben şimdi hemen bunu karıştırıp geliyorum. Şimdi gördüğünüz gibi iç harcı hazırdı. Yani size burada böyle kamerada ağ görünebilir ama ağ değil yani. Bu pişmiş süt olduğunu, bende düzü biraz kaymak olduğuna göre biraz sulu alındı. Yani kaymak biraz normaldan çok uydu. Yani 375 gram pişmiş sütüydü, 490 gram yarım kiloda kaymak idi diye bende biraz sulu alınmış olabilir. Ama diyeyim ki gramaj yani 500'e 500 ya da 450'ye 450 ayarlayanda problem olmur. Yəni belə çox da sulu alınmır. İndi nə edirik? Bir dənə belə düz veya yəni 4 günc qab olsa, 4 günc dayaz bir şey olsa daha əla olar. İndi 4 günc bir şey tapıb bunu düzməyə lazımdır. Mən həmən evdən 4 günc bir şeylər tapıb gəlirəm. Deməli uzun axtarışlar sonrası ki təxmini 10-12 dəqiqə arası çəkdi. Evdə belə 4 günc bir şey tapdım. İndi görək mən bunu necə düzsəm əla olar. Özüdür. Bunun belə üç uğraşmaqla görəsən gərək var. Baxım görüm, əgər belə də olsa belə də eləmək olar. Oo, belə də eləmək olar. İyi fikir. Bir dəqiqə. İndi o deyir, o tutma yerinə görə mən deyəcəm sizə bunu necə yeyəcəm mən indi. Tamam. 3-3 tamam, belə eləyəcəm. Deməli, mən necə eləyəcəm? Belə. Bir də məndə piçeniklər qalındı deyə ek olaraq süt də aldım. Sütü də siz öz istədiyiniz yağlılığa görə seçə bilərsiniz. Yəni o süt seçmə işi tamamilə sizə bağlı bir şeydir. İndi bunları tezdən qoyaq bura. Mən nə edirik? Dediyim kimi mən nə edəcəm? Sütləri peçenyanı sütlərə batırıb elə eləyəcəm. Ona görə də hələlik harcımızı bura alırıq. Sütü qabağa çəkirik və bum. Sütün içine belə daldırdıq. Bam. İnşallah. Gelelim artık. Gel artık. Konuş artık. Tamam. Ne? Tatlıymış. Hop belə. Bandırma spor diye. Hop belə yiyeceğim. Hop. Taktiksel kardeşim. Hop. Xahiş olunur mənə videoda gigiyena qaydalarından bəhs eləməyin. Ya da məni aktaya falan şikayət eləməyin. Çünki bunu onsuz da özüm yiyəcəm. Tamam, teknik bir aksaklık nedeniyle videonu dayandırmaq məcburiyyətində qaldım. Klasik evdəkilərdir, rahatsız edirlər həmişə kimi. Tamam. Bunlar belə, bilməm, ilk dəfədir ki, sütə batırıb bir şey yoxluyuram. Yəni, həqiqətən bilmirəm necə alınacaq. Bunun əgər alınsa, inşallah, bunun test videosunu özüm eləyəcəm yəni. Şimdi İç yani alt birinci katmanımız hazırdı. İndi üstüne ya bu iç harcı töküp yayandan sonra ikinci katmana çıkacağım.
Eğer isteyen olsa, yani bu zevqə görə bağlıdır. Bunun aralarına nəsə qoya bilərsiniz meyvə olaraq. İlk qatman tamamdır. Yəni ilk qatmanı belə çevrələdim. Öz halımda deyim. İndi ikinci qatmanı çəkib həmən gəlirəm. Və bu da sonuncu qatmanın sonuncu qatman deyirəm, ikinci qatmanın sonuncu necə deyirlər şeyi, peçenyası. İndi yenə taktik belli yəni arkadaşlar, bu çok basitdir. Katmanları düz, hop, bir dəqiqə. Mən kameradan baxıb eləməyəcəm, ona görə də biraz ayrı çəkmiş ola bilərəm, indən deyim. Hoppala. Hocam, akma. Məncə bunu qaşıqla töküb yaysaydım əslində ən başdan daha rahat olardı. Amma olsun, problem yoxdur. Bizde sıkıntılar yok baba. Biz her zaman kendi başımıza, kendi çaremize baktık. Tamamdır. Bu indi iç harcı belə yayacağım. Bunun ikinci qatmanı tamam olandan sonra da üçüncü qatman belə. Nəsə çox sadədir bunu eləmək yəni. Yəni inanın ki, həyatında ömründə bir dəfə tort eləmiş insan bunu çox rahat eləyər. Hətta həyatında heç nə eləməmiş insan belə bunu eləyər. Bir nevi tənbəl tortu da deyə bilərik buna əslində. Yəni amma belə xalq arasında gəzən adı kasıb tortudur. Belə deyim sizə. Çalışın ki, iç qatmanlar arasında çox da şey eləməyin. Yəni belə necə deyim? Çox işlətməyin. Olsa baxın, gördüyünüz kimi belə yayılır. Bunları ən son biz məcbur belə kənarlarına qatlamalı oluruq. Baxın indi elədiyim kimi. Yəni çox da ona görə deyirəm ki, çox iç harcı işlətməyin. Bunlar sonra aralardan süzülür, heyf olur. Mən de bunun üstünü tamamlayayım. Sonra üçüncü qatmanda görüşürük. İkinci qatmanın üstünü çəkdim. Üçüncü qatmanda indi çıxdım. Üçüncü qatmanda yəni əslində çox sadədir. Yəni həmişə eyni şey eləyirəm. Ta ki ya peçenya ya da iç harc bitənə qədər. Üstünü bir qat qoyuram. İçliyi sürürəm. Sonra bir qat daha qaldırıb içliyi sürüb bir qat daha qaldırıb belə davam edirəm. Yəni bu çox asandır. Həmən bunun üstünü çəkib dördüncü qatı qaldırıb gəlirəm. Dördüncü qatman və son qatman. Ondan da iç harcı vurub, ondan sonra son dokunuşlarımızı eləyib bitirirəm. Artıq son qatmanı da çəkdim. Əlimdə də 4 dənə peçenya qaldı. Onunla da nə edirik? Evdə dayazdığını düşündüyünüz bir qab tapın. Məsələn, mən belə bir kasa işlətsin. Ne edirik? Tek peçenyaları belə bölün parçalara. Da indi işte sizin parçalara bölün ki ondan sonrası üçün yer qalsın. Məsələn, belə parçalara böldüyünüzü varsaydım. Belə parçalara böləndən sonra nə edirik? Nə edə bilərik? Nə edirik? Heç nə. Əzməyə bir alət tapın. Mən evdə əzməyə alət tapıb gəlirəm. Tamam, əzəndən sonra mən əzməyə alət tapdım. Tapmayanlar üçün belə bir tüyo verim ki, əgər evdə ət çəkən maşınının nəyisə varsa onunla eləyin. Mən neydi onun adı? Belə dəmirdə bir şey olur. Neysə də siz anladınız nə demək istədiyimi. Onu əzib belə toz qıvamına gətirəndən sonra belə səpin bu şeyin üstünə. Tortun üstünə. Məndə arada kişmişlər olduğu üçün o kişmişləri də əlavə eləməyəcəm çox da. Çünki mən kişmiş sevmirəm. Keşke edit eləmə bacarığım olsaydı da bunun arxasına bir mahnıdan zaten nəsə qoyardım. Həqiqətən öz səsimin düşməyini o qədər də çox istəmirəm. Neysə, kişmiş də düşdü. Eybi yoxdur, kişmiş də nə olacaq ki? Bir kişmişdən nəsə olası deyil məncə. I think mən belə düşünürəm.
Yenə dediyim kimi, siz bunu petibörlə eləsəz daha yaxşı olar. Bunun qalınlığının və ya iç harcığınızın azlığı əsasından bunu danışıram. Yəni petibörlə eləsəz daha əla olar. Nəinki belə qalın peçenye ilə. Amma petibör mən bilən 3.50 olmalıdır. Çünki o dönəm eləmişəm deyə xatırlayıram. 3.50-dir petibör. Tamamdır. Bunu da eləyəndən sonra nə edirsiniz? Bu artıq bundan sonrakı zövqə görədir. Mən darçın sevdiyim üçün buna biraz darçın əlavə edəcəm. Tamam. Biraz da kakao özü əlavə, yəni kakao əlavə edəndən sonra bu bitəcək. Ən azından last bir görünüşdən bax görək nəsə alındırmışıqmı? Belə bizim çevirən o tort mağazalarındakı çevirmə alətindən yoxdur bizdə uşaqlar. Heyif. Bunu öz əlimlə hələlik çevirirəm. Yəni məncə oldu ya. Yəni o qədər də pis deyil. Neyini? Bunu eləyəndən sonra həmən yeməyin ha. Hop. Birdən qaşıqlayarsınız, zad yeyirsiniz. Yo, elə şeylər eləməyin uşaqlar. Bu gedəcək xaldenka, yəni soyuducuya. Buzxanaya yox ha. Buzxanaya qoyarsınız 8 saat qalar orada. Kimisə təpəsindən vurarsınız, ölər zad. Yəni bunu qoyursunuz xaldenka 8-9 saat belə gözləyəcək təxmini. Ondan sonra alın çayınızı yanınıza. Qoyun bunu da yanına. Film izləyirsiniz, söhbət edirsiniz, sevgilinizlə danışırsınız, sevgilinizi ikram edirsiniz. Spoonfuldan sonraki ən böyük tat məncə mənə görə, yəni spoonfuldan daha yaxşıdır. Mən belə düşünürəm. Hə, bir də əgər peslə, yəni fırınla nəsə eləməyimi istəyirsinizsə, xahiş olunur, bunu artıq aramdan icazə almaq lazımdır. Amma baxacam bu videonun istəklərinə, bu videonun istəyinə baxacam. Əgər desəz ki, xahiş olunur bu peslə olan tariflərdən gəlsin, biraz dəstək, bir də anama icazə. Onu həll edəndən sonra bir də baxdınız ki, peslə ikinci video gəldi. Nəysə, çox uzatmayayım. Görüşmək ümidi ilə like atıb abunə olmayı unutmayın. Görüşərik. Bay bay.